Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül Bəlağə. Allaha bağışladığı nemətlərə görə şükr edirəm və ondan haqlarını yerinə yetirmək üçün kömək istəyirəm ki, onun qoşunu qalib, qüdrəti böyükdür. Şəhadət verirəm ki, Məhəmməd sələlləhu əleyhi və aleyh onun bəndəsi və elçisidir. Allaha itaət etməyə və tabe olmağa dəvət etdi. Onun dini yolunda cihad edib, vuruşmaqla düşmənlərinə qalib gəldi. Düşmənlərin o həzrəti inkar etməkdə birləşərək yekdil olmaları və onun nurunu söndürmək üçün çalışaraq səy göstərmələri onu cihaddan saxlamırdı. Buna görə də təqvadan və Allah qorxusundan yapışın. Çünki pərhizkarlıq tutacağı möhkəm olan bir kəndir və zirvəsi bərk olan bir sığınacaqdır. Ölmə və onun çətinliklərinə doğru tələsin. Gəlməmişdən onun üçün bəzəyin və daxil olmamışdan hazır olun. Çünki qiyamət işin sonudur. Ölüm ağıllıya öyüd vermək, nadan və qafilə isə ibrət olmaq üçün yetərlidir. Sona çatmamışdan qabaq, qəbirlərin darısqallığı, qəm-qüssənin çoxluğu, xəbərdar olacağınız yerin qorxusu, qorxu və vahimənin ardıcıl gəlməsi, qabırğaların yerlərinin dəyişməsi, qulaqların tutulması, qəbirdəki çuxurun qaranlığı, Allahın xəbər verdiyi əzabın qorxusu, qəbrin örtülməsi və enli daşın möhkəmləndirilməsi kimi şeyləri bilirsiniz. Belə isə, ey Allahın bəndələri, Allahdan qorxun, çünki axirət yolu yaxındır. Siz qiyamətlə bir ipə bağlanmısınız. Sanki qiyamət öz əlamət və nişanələrini aşkar edib, bayraqlarını yaxınlaşdırıb və sizi öz yolu üstündə saxlayıb, sanki çətinliklərini önə gətirib və sinələrini açıb. Dünya öz sakinlərindən əl çəkib və onları öz himayəsindən çıxarıb. Onun təzəsi köhnəldi və kökü arıqladı. Darısqal yerdə qarmaqarışıq və böyük işlər, əziyyətlə dolu, uca səsli, parlaq şövləli, qorxunc naləli, alovları yatmaq bilməyən yandırıcı, odunu çox olan alovlu, təhdidi qorxunc, dibi naməlum, kənarları zülmət, qazanları çox qaynar və cəzaları rüsvay edici olan dar yerdə saxlayacaqlar. Rəbbindən qorxanlar dəstə-dəstə cənnətə doğru aparılacaqlar. Beləliklə, əzabdan xatiricəm, məzəmmətdən kənar və oddan uzaq olarlar. Cənnət onlara görə rahatlanıb, onlar da öz mənzil və məskənlərindən şaddılar. O kəslərdilər ki, dünyada əməlləri təmiz və gözəl, gözləri isə ağlar olub. Dünyada onların gecələri itaatkarlıq etmələri və bağışlanma istəmələrinə görə gündüzləri isə qorxduqları və uzaqlaşdıqları üçün gecə olub. Buna görə də Allah cənnəti onların qayıdış yerləri, şadlığı isə mükafatları edib. Onlar həmişəlik padşahlığa, həmçinin sabit və dəyişməz nemət və şadlığa, cənnətə layiqdilər. Belə isə, ey Allahın bəndələri, nicat tapanınızın riayət edərək xeyir qazandığı, zay edəninizin isə pozaraq ziyana düşdüyü şeyi qoruyun. Əməlinizlə öz ölümlərinizi qabaqlayın. Çünki siz qarşıya göndərdiyiniz şeyin gürovusunuz və yerinə yetirdiyiniz şeylərə görə cəzalandırılacaqsınız. Sanki ölüm sizi haqlayıb. Buna görə də nə nail olmaq üçün qayıdış var, nə də günah və büdrəmələrdən xilas olacaqsınız. Allah bizi və sizi özünün və Peyğəmbərinin itaətinə vadar etsin və rəhmətinin çoxluğu ilə bizdən və sizdən keçsin. Bəla və çətinliyə səbirli olun. Əl və qılınçlarınızı dillərinizin istəklərində işə salmayın. Həmçinin Allahın yerinə yetirilməsini vəzifə kimi təyin etmədiyi şeyə tələsməyin. Çünki sizdən hər kim Allahın, onun Peyğəmbəri və elçisinin və o həzrətin əhl-i beytinin haqqını tanımış halda öz yatağında ölsə, şəhid olmuş kimi ölüb və onun əvəzi Allahladır. O, fikrində olan yaxşı əməlin savabına layiqdir və bu fikir onun qılınc çəkməsinin yerini tutur. Hər bir şeyin müddəti və sona çatma zamanı vardır.